zannet eləməm yeri. Çox gözəl mövzudur. Heyf ki, mən müsait deyiləm. Elə talaq Yer boşdur, mövzusundan nə vaxt danışım. istəsən Talaq mövzusu həqiqətən aktual mövzudur və əhl-i-sünnə qardaşlarımız bu işdə harama batırlar. Ona görə öyrətmək lazımdır qardaşlarımıza ki, Estağfurullah indi Məhəmməd. Yaxşı baxmadan sözdür, yaxşı. zahirdə müsəlmandırlar, heç olmasa. Allah'a Allah emanet olun. hanımı biz öyrədirik, bizə dediyinə baxıyıq. Yəni mən dedim ki, bəs niyə belə götürürlər? Niyə da bu insan da hisslənir deyir. Bəs sən deməli da Hişam, o deyirsən adam hisslənir deyir ha. Doğrudan deyirlər, adam hisslənir deyir. Deyir ki, yəni evlilik o qədər uca məqamdır və o qədər ciddi bir şeydir ki, yəni onu gərək onun zarafatın yəni belə hisslənsən də o sözü ağzına almayasan da, yəni o baxımdan da gör. Alma gəlin reallıqla danışaq. Yox heç. Bu gün Azərbaycanda indi mən bilmirəm əhli sünnədə ya hardasa onu bilmirəm. Amma qardaşım, yəni Azərbaycan kişilərinin yəni 90% içi mənim dədəm qarışır, başqalarının dədələri qarışır. Kişi döyürdü arvadıya bir şeylər verdi, deyirdi sənə boşadım da ya. Bu hamıda olub, bu arvad boş oldu. Belə bir şey yoxdur axı. Bir də burada qadın haqqı tapdalanır. Qadın kişinin iquruşqası deyil ki, Quranda deyir ki, o sizdən bir dərəcə aşağıdır. Amma ta demir ki, qadını istədiyin kimi, hamının anası var. Qadın sənin üçün məməlilər sinifinə aid deyil. Bu bir insandır. Bunun da öz haqları və hüquqları var. Qadın gedir qəzavætin yanına, qəzavət aliminin, müştehidin, nə bilim, mollanın, imamın deyə sizdəki kimi. O talaq verməlidir. O onu boşamalıdır və o duasını oxumalıdır. 2 dənə şahidin yanında. Bu Quran ayəsidir, qardaş. Dayı, mən ümumiyyətlə səninlə bir dəfə oturanda danışdım, bu talaq vermək söhbətini. Sən mənim düşüncəmi bilsən də bildin nətər. Prosto dedi, burada danışmaq istəmirəm. Quranda Bəqərə surəsində deyil bu ayə. Deyir ki, qadınları boşayanda, talağın verəndə. 2 şahid gətirin. Həsən o Bəqərə neçədədir? Murad bilir, ama. Bəqərə 130-dur. Uşaqdan sual verirlər sənə. Deyirlər ki, yaxşı, bu məsəl üçün mən evləndim, getdim, Çində yaşayıram. Arvadla yola gedəmirəm də boşanmaq istəyirəm. Hamısı da buddist, bütpərəst. Mən bu arvadı deyir nətər boşuyum? Birinci, dünyanın elə bir yeri yoxdur ki, sən özün qaydasını öyrən özün boşun. Yox, şahid söhbətinə görə. Özə sualı verəm də sizinkilərdən deyil. Fərqi yoxdur. Ya, dünyanın arasına geçsən, müsəlman da var, bu paradoksdur. Elə bir cüngüləyə geçsəm o şeylərin şey yoxdur, orada da ədalətli kişi taparam da istərim də. Doludur, Hindistan'da Müslüman doludur. Hindistan, Çin doludur, Uyğur türkləri doludur, dünyanın elə bir yeri var ki onun ya. Ən pis ayaq yenə talağını özüm oxuyaram, Allahı şahid tutaram. Deyərəm Allah, gücüm buna çatdı. Amma ədalətsizlik eləmərəm qadına qarşı. Mən ən pis ayaq yəni ki, qalmış elə adadayıq. Buradan bezdirib mən boşuyuram, heç kim yoxdur. Mənim evlilik üçün buyur. Ən azından Allah'a şahid gətirib qaydaları ilə onu boşayaram da qardaş. Da belə yoxsa boşadım, küslük boşadım. Mən eləyə qalsa qardaş, Bakıda, Azərbaycanda bütün cəmaatın 90% Allah hamıda yaxşıdır. Burada çoxsun, uşağın da vələdizinadır. Hamı hesləri deyib boşadım, bir həftə sonra barışırlar. Bir də sonra uşaqları olur. Elə şey olur. Bir də Hişam, mən o qadının haqlarını oxudum, elə bir də oxuyurdum dində da. Deməli, qadın kişidən bir köynək aşağı olsa da, o ər-arvad məsələsində o qədər şeylər var ki, belə baxırsan ki, uf deyə bilmirsən qadına. Onlardan oxudum, onlardır. Yadından çıxıb hansı şeydən idi, çoxdan oxumuşam, Şiə əqidəsində idi. Yəni, qadın... Bu əhlisin nə də elə deyil axı. Bizdə də elədir, dayı. Nə elə də, alim nəvzin rəylərini... O qədər şey var ki, təsəvvür elə ki, yəni, necə deyim, valideynə necə rəftar edirsən, ha? Təsəvvür elə ki, qadına o cürünə rəftar var idi. Yəni, çoxdandan oxumuşdum, ha? Dedim, vay, arvad almaq nə çətin bir şeydir. Sən mən birini deyim də, dayı. Birincisi şeydir, misal üçün, kişi öz arvadına deyə bilməz ki, anama atama qulluq etməlisən. Çünki Allah qadının üzərinə qaynana-qaynataya qulluğu belə yükləməyib. Amma edirsə, kişi onun hörmətini 1-ə 10 saxlamalıdır. Ona hardan oxuyursan? Mən? Bu dediyin ağlın hökmüdür də.
ağlın hökmü deyil. Şəriət bizim etiqada görə qadın elə bir yük yükləməyib ki, qaynanaya qaynataya. Evet, və Quranda əslində elə deyil. Aramızda razılaşdığınız şey var ha. Qadının hüquqları var ki, deyər sənə evli süpürmərəm, yeməkli pişirmərəm, bu nə? Bu hüquqdur. Onu müqavilə ki bağlanırsan, kəbir müqavilədir. Kəbində müqavilə bağlayanda o qadın orada kişi ilə razılaşır. Kişi deyər ki, anama baxarsan. Birinci, qaynata kişinin ev qadının elə ata-anasıdır. O onun qulluğunda olmalıdır. Yox, qadın, indiki qadınlar ki, bəziləri ki, onların üzünə ağ olur, Quran ayəsinə gedirlər əslində. Bax, bu paradoks fikirlərlə o qadınlar oraya gedir, çıxır. Yəni, başda qadın şərt qoymalıydı. Qoymamısan, indi razılaş, get qulluğunu, bu da elə. O nə elə sözdür? Bütün qadınlar, bütün qadınlar bir zaman bir evin qulu olur, sonra zaman gəlir o evin xanımı olur. Hamımızın anamız var, bacımız var. Mənim anam da nənəmin qulluğunda durub. Amma indi gəlinlər məsələn o qulluğunda durur. O zamandır da, hər şey qarşılıqlı bir şey. Söz yox da, söz yox. Bax hacı, burada sənin sözlər qüvvət hədisi oxuyuram. İmam Baqir əleyhissalamdan gəlir ki, zövcəsinə sən mənə qadağansan, nəm ayrılmısan, sən azadsan, boş ol, boş ol, boş ol. Deyilən nicə haqqında, boşanma, talaq haqqında soruşdum. İmam əleyhissalam deyir ki, qüvvədə deyildir. O şərtləri var, sən dediyin kimi. Orada demək, heys halı olmamalıdır, cinsi yaxınlıq etməməlisən və sənin şahidlərin olmalıdır, mütləq. Allah bərəkət versin. Mən danışmayacağım, nə qədər siz danışın, bu söhbətə mən... Mənim öz dünyam var, öz düşüncəm var. Sən narahat olma. Yox, dayı, o bilsən ki, məndəki özümə xas, siz vahabilikdir. Narahat olma. Bu məsələlər sənə biraz ağır gəl, hə? Sağ olun, qardaş, Allah razı olsun. Mən heç dayı, buyur. Mən sənə biraz ağır gələr bu məsələlər, çünki mən istəmirəm alimimizin adını deyəm, özün bilirsən, qadını məməlilər sinifinə aid edibdir, bir alimimiz. Bizdə hədislərdə yoxdur. Dayı, şəxsi düşüncəyə qalsan, mən də buradan oturum sizdən sayım. Qadına verilən dəyər, heç bir alimimizdə onun həddi aşanmayıb, biləsən. Dayı, indi kimsə dəyərsiz müamilə göstərirsə, bu insanın özünü bağlayır. Adicə bu məsəl üçün, bayaqdan gedən söhbət. Ayrı məsələdir, hökm. Bax, indi bayaq qoyub, görsən, tanımırıq ki, quzu məsələsində, qoyun eşək məsələsində şey var. Bizdə alimlərin rəyinə imam rəyi fərqlidir. Yo, mən nə deyirəm? Misal üçün, adicə, zarafata qurulan cümlə ilə belə, mən cahiliyyədə belə elə bir cümlənin işlədilməsinə qarşıydım da, bildin necə? Çünki mən dərk... Bu, Allaha and olsun bu sözdə. Qardaş, hamımızın atası, anası var, özümüz də evli olmuşuq. Evliyik. Arvada nə deyirsən, bir dənə heç dədir, alt baş demirsən, deyirsən, başadım sən, yetişə dədir. Səhər barışırsan, burada nə var, hə? Ay valla, mən o qədər deyirdim, o söhbədə işləndən sonra dilim qoymuşam qarnıma. Əlhamdülillah, mənim sələfi qardaşım. Gördün dayı? Yox, qardaş, o söz deyil, axı, adam, mən o qədər deymişəm ki, onda indi arvad elə şey olur. Mən də onu deyirəm, o qədər deymişəm, prosto sonra o söhbədə işləndən sonra. Quran ayəsini, amma Ağamuraddan böyünə xoşuma gəldi. Ağamurad qoyduğu, mən heç bunu fikirləşməmişdim. Ağamurad oturub başını çatladı. Bu konkret imamla müştehid konkret üst-üstə düşmür, ha? Qətiyyən. Bu nə şübhədir, mənim məlsin? Qətiyyən düşmür, hacı. Ona görə bu mövzuya toxundum biraz. Deməli, gözdə işam, orada bir sənə var. Deməli, sənin sübut olunsa ki, psixoloji durumun yerində deyil, onda hardasa belə da, belə deyim ki, ehtimal var ki, o 3 dənə ayrı-ayrı vaxtlarda dediyin boş ol, yəni boş olmursan da, yəni bir dənə o halda sənin canın qutara bilir. Qardaş, Quran ayəsini ciddidir. Qurandan məncə Quranla getmək lazımdır. Mən belə bir... Dayı, hansı ayədə deyir şahidlə boşan? Mən də düşünürəm ki, ədalətsizlikdir. Bilsən niyə? Qardaş, Bəqərə surəsini açın görün. Bəqərə surəsini... Bilsən niyə, qardaş? Bax, qəlblərdən Allah xəbərdar deyil, qardaş.
Allah bilir ki, zaten sən bunu boşanmaq istəmirsən axı. Yəni istəyirsən deyirsən ha. Amma sənin məqsədin o deyil ha. Niyyət var, niyyət. Əsl niyyət var, xas niyyət. Ay Murad, Onu Allah ay bilir. Həsənov, bir də Quranda ayəyə bax, Bəqərə 130-dadır, arada bu. Başda mən işləyirəm, xili hazırlayıram. Qoy açıram, qoy, gözlə. Bəqərə 130. Aleykümselam. Ağam bura kleyə gücdə elə. Kleyə gücdə elə. Elə gizli hazırlayıram. Mövsüm, şeyi çağır, Alparslanı çağır, mal alasın. Zat gedəcək. Ənəm Allah ki, mən özüm tək başına orduyam. Oxu. Əşi, sən tək başına ordusansa, Ağa Murad kosmonavtdır. Birimiz değil. İkinci Dayı, mənim özümə nə gəldi? Mən cəmaatım alalım. Məsələlər ağır məsələlər. Da fikrən girmir. Kişi buyur ala qoydular, sonra neysə. Mən ona görə Ay oxuram. Möhsün, bir də ki, o tək nəfərlik ordu söhbətini eləmə. Bir nəfər o söhbət elədi ki, etdi yazıq yetimsə. Ya burada elmi söhbət gedirdi, ondan danışırıq. Yaxşı, əllamayam, yaxşı, əllamayayım. Zarafat Yox, bir yana. Buyur. Mövsüm, bağışla, qadan alaram. Şeydir, hacı, burada başqa məsələdir ha. Bəqərə 130. Ay qardaş, deyirəm, iki şahidlə boşanmaq nə Xatırı gərək 130 ola, boşanma ayasın ta. Nisalı olmalıdır. Nisaya bax hələ. Həsən. Quranda. Məncə o bir daha hazırlayayım onu. Talaq. Tabii edirəm. Demək, Talaq surəsi. Bax. Ya demir, övrətli boşandığı zaman şahid görüm orada keçir burada. Demək, Talaq surəsidir, 65-ci surədir. Əs o, hə. Talaq surəsini oxu görüm, 65-i. Nisan. Nə qədərdir bu? Hacı, 12 dənə ayədə oxuyuram. Gördün mü? Hə, yaxşı. Demək, Bismillahirrahmanirrahim. Oxu, indi bax gör orada necə deyir, 2 dənə şahid gətir. Hamısını oxuyuram 12 ayənin hamısını. Demək, övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində heyzdən pak olduqdan sonra boşayın. Gözləmə müddətini, iddəti sayın. Rəbbiniz olan Allahdan qorxun. Onlar açıq-aşkar pis bir iş, zina etməyənə qədər gözləmə müddəti qurtarmamış, yaşadıkları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu Allahın hədləridir. Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad. Bildim orada var idi 2 şahid. Yox, indi oxuyuram. Bütün hamısını oxuyun, siz danışın, mən deyim. Hə, burada var. Bax, burada var. Bunların gözləmə müddəti başa çatdıqda, Allah razı olsun, diqqət atmayın, edin. Allah. Onları yaxşılıqla öz yanınızda kəbininiz altında saxlayın, yaxud onlardan yaxşılıqla şəriətə uyğun tərzdə mehirlərini verib ayrılın. Sonradan aranızda ixtilaf olmasın deyə içərinizdən 2 ədalətli şahid tutun. Eşitdin? Siz də ey Hansı şahidlər. ayədir? Ya dedim talaq 65, sən bizi... Dayı, şahid tutun deyir. Demir hep bu şahidlə boşan, subhanallah. Hanı Abi şahid? şahid tutmaq nədir? Deyir boşananda 2 dənə şahid tutun. Elə ayənin nömrəsi desə təfsirinə baxıram indi. Ay təfsiri nə elə belə bir ayənin özünü oxu, bir düzənməli qoyuqsun. Talaq Nömrə- surəsi 2. 2, hə, problem yox. Bax, yenə oxuyuram. Diqqət elə. İçlərinizdən 2 ədalətli şahid tutun. Siz də ey şahidlər, Allah üçün doğru şahidlik edin. Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona hər çətinliklərdən bir çıxış yolu əta edər. Deyir ki, ayrılın, sonra da 2 dənə şahid tutun. Yəni, ixtilaf olmasın deyə. Sonra Talaq 3. Tığyan atma, Allah razı olsun, atma ya Tığyan. Sən çox şey deyirsən, adam utandırırsan. Ayaza bax, Ayaza. Deyir, cəmaatın gəncləri dronu düzəldir bizimkilərə bax. Burada gənc var. Bildim ayəni oxudun. Gördün deyir 2 dənə şahid.
Təfsirinə də bax nə oldu siz niyə bilirsiniz? Dünən şeydir, Alparslan da belə elədi. Burada bax ayənin zahiri ilə gedirsiniz. Biz ayə Ay, gətirək. Allah barədə ayənin zahiri ilə getmək küfürdür. İndi nə oldu elə sərf edəndə zahiri? Ay qardaş, konkret möhkəm ayə deyə bu mütəşabih ayə deyil. Axı deyək arvadı boşandı iki şahid kətdə qardaş. Bu möhkəm ayə deyil, bu mütəşabih ayə deyil. Burada nə var ki? Yani neler var bir şey hazır. Sen orada kleyi şeyle biraz gücdeyle yine. Sen orada kleyi gücdeyle. Bugün yatanmamışam mən genə. Mən ha özümü düzəldirəm bax. İndi 1-2 saatda yat. Bu vaxt oyaq olmurdu ona sən normalda. Hə, yox qardaş, bu oruç. Akşam ahya diye yatı. Yox, bugün axşam da əhyadır. 2-3 saat, 4 saat yatım ki, gecə durum mən əhya. Ağa Murad işlər nə tərdir? Emosiya. Ama buradan bir şey Kur'an tercih verirler ama bu isme kesmez ya. Əhsən ayəm sələfi. O zaten biləmək, prosta burada şey demək istədim. Arkadaş, fərqi yox deyə şahid orada niyə gəlir? Şahid gələcək mehrilərin qaytarmasına, ya qalınmasına, ya kişinin ona verib, əlindən verib biz ondan almamağına bir şeyi. Bunları başa düşdük. Amma qayda üsul babı budur da, Quran deyir ki, gedin şahidlə boşanın da qardaş. Ata şahid tutaq ki gəldi, onsuz da yenə boşayacam. Fərqi nədir? Abi zaman var axı qardaşım, ola bilər fikrini yayınarsan da. Hə? Ola bilər ki, bir sözlə bu olmur da. Amma burada bir şey oxudum. Dayı sən bir dənə bir şey at. Evdəsən sən indi. Hə. Sən indi WhatsApp-a bir şey deyəcəm, onu açıb bir dənə bax. Mən bu ayam sələfi. Yəni sən deyirsən ki, Quran ayəsinin ziddinə gedək, şahidsiz evlənə, boşanaq, şahid gətirməyək. Fikir budur. Yəqin ki də uçun bizim olsun. Bunlar ne danışmıyor? Sən onu bax dayı, prosta payt eləmə də. Hə Ayaz, elə bir ki dayısız qaldım, yaxşı. İndiki bəzi kişilər nəfsinə görə... Deyirəm bu qədər adam ki deyir ki, Ayaz səni Yezidlə məşğul olasam. Birdən tutdu da. Qiyamət günü sənin Yezidlə məşğul oldun. Neyi niyəcəksən sən? Özə bizdə hədis var ya Abbas. Bir nəfər keçir, deyir ki, Rəsulullah hesaba sual verir. Deyir, necə tanıyırdınız? Deyir, yaxşı tanıyırdıq, rəhmət oxuyurlar. Biri keçir, necə tanıyırdınız? Deyir, heç yaxşı tanımırdıq, filan şeyləri var idi. Birincisi üçün deyir ki, ona cənnət vacib oldu, ikincisi üçün deyir ki, ona cəhənnəm vacib oldu. Yəni, insanların şəhadəti belə əslində bir səbəbdir. Subayçılıq yaşayış deyil öz-özlüyündə. Prosta baxır, nəyə necə evlənəsən də. Ya bu ekran niyə bəyənmirlər Həsənov? Bunlar niyə utanmır ekran bəyənmirlər? Evdə iş görənlər heç zaman belə bəyənilməlidir də. 40 nəfər adam ola kişi.
Vay subhanallah, bu nə idi ha qardaş? Dayı payt eləmədə xahiş edirəm. Danışarıq sonra. Bu həqiqi burada öydə bir şey. Bu başqa level bir şeydir. Mən bu kitabı başlayım oxumağa qardaş. Bu nə idi ha? Bu nə idi ha? Bu nə Ya, şübhə idi mənim əzizim. bu nə sifaydı mənim əzizim. Düşmüsünüz bu şiyələrin üstünə. Öz kitablarınız dolu deyim, maşallah. Mən Ay, prosta... İmam düşman, nə atmısan mənə də onu? Heç Ay sən... O döy qaqa, bu başqa bir şeydir, o döy. Həqiqi bu başqa bir İndi şeydir. buna bir dənə donca yedirəcəklər. Düz indi bu bəslərdə deyəcəm böyündə zat da. İndi buna bir dənə donca indirəcəklər. Tut bu dondan get da. Çorn yarafla bu sabahda zada gəlib oturaq dayı. Belə bura söhbəti döy, platforma söhbəti döy, hoqqa düşər. Oya bu nə də? İkram o əlbəttə mənə də atçına. Ayaz ağzıma gələn danışma da, subhanallah. Əqidən yoxdur. Əqidə söhbəti. Əqidən bir nə aidiyyatı var. Başqa şeydir. Ay nasibi, ay imam düşmanı. Allah sənin sayını artırsın. İnşallah imam gəlsin səni özüm vuracam. Ay imam. Bir dənə sualım var sizə. Qardaş bilirəmsə deyərəm də. Deməli, Qurandan boşanma ayəsini göstərirsiniz. Zəhmət olmasa evlənmə ayəsini də göstərin də. Bəqərədə olmalıdır. Bir dənə baxın Bəqərə neçədir o? Bəqərədə evlənmə ayəsi yoxdur. Yox, bir dəqiqə niyə yoxdur? Orada olmalıdır. Orada oxumuşum. Hardasa oradadır. Dayan tapım oxuyum da. Sənə nə lazımdır orada? Nisa 24-dən başqa evlənmə ayəsi yoxdur. Yox. Bax qardaş. Gözlə, Bax Hacı. Bəqərədə oxumuşam, gözlə. Hacı bax Təbərin təfsirində gəlir ki, Təbərin təfsirində Talaq surəsi 2-də ata deyir ki, həm evlilikdə, həm talaqda, həm də tam boşanmamış arvadın geri alınmasına 2 şahid lazımdır. Var Təbər təfsiri, oxu. 2 şahid qardaş, malın yəni qalmasına zəmanətdir. Qardaş burada yoxdur da, harda olmalı? Təbər təfsirində və yaxud indikasiyada son göstər də. Bir dənə deyirəm ki, orada var. Yəni- Az. Bilmir, burada deyilmir axı. Yəni dəqiq bir dənə mənbə deyilən ora baxaq. Da indi bu kitabda belə gəlir təfsirdə. Bax, Moderator verirsən, yoxsa düşüb aşağı yayımı vurum Həsənov. Nə olub qaqa? Ayazat səssizə. Qoy verim sənə, gözlə. Sənin qara siyahına düşmək mənim üçün şərəfdir dünya və axirət. Ya. Dünya və axirət şərəf olaraq yetər ki, mən Allahın düşmənləri sevmir. Verdim Mövsün, verdim, get. Həsənov nə dedin qardaş, səhv gəldi. Hə, deyirəm, yəni hansı təfsirdə keçir, harda keçir o? 2 şahid ancaq mehriyyət. Mən qardaş, onun belə təfsir dərsinə qulaq asmışam elm əhlində. Yəni o çünki Nisa surəsində deyir ki, boşandıqdan deyir sonra o şeyi yeməyində də deyir onu, alma, tələb etməyin. O tələb etməmək də onun üçündür. Onun üçün də ki, yəni şahid də qoyulur ki, qardaş bax mən nə tələb etdim, nə də ona əl vurdum. Yəni qaldı onun özündə. O abir ismət üçündür qardaş. Yəni yoxsa belə mən boşadım, 2 şahid mənə nə lazımdır ki? Zaten boşandan sonra ayrılır da. Bildim də qardaş, bax mən də Təbərin təfsirinə baxıram, ona görə deyirəm. Bir də özün də baxarsan, müzakirə bəhs eləmirəm. Ümumiyyətlə deyirəm ki, yəni belə bir şey var. Bizdə boşol keçərli deyil. Yox, boşol əslində keçir, amma dövrdən dövrə asıldı. Ona tər olur. Şəriət zamandan zamana dəyişir, auzubillah. Bax, ayam sələfi bir şey deyim, bax qardaş. Qəlblərdən yalnız Allah xəbərdardır da, düz deyil. Tutalım ki, mən ailəmlə hisslənirəm, deyirəm boş ol da. Amma qəlbim şəhadət gətirir ki, yəni onu bilən Allahdır da, qəlb Allaha məxsusdur qəlblər. Bax, Allahım bilir ki, mənim məqsədim zaten o deyil də, prosto istənirəm deyirəm da. Bəqərə 221-də var, axı, bax, sən deyirsən yoxdur evlilik. Oxu zəhmət olmasa Sami, oxu mən də eşitdim, tövbə eləyim. Yox, şimdi bax, ayələrinə, bir elə 221-də deyir ev. Yox, evlənmənin şərtləri, nə edirsən evlənəndə, nə eləmək olur? Nisa 24-də evlənmə şərti var, qardaş. Bir dəqiqə Var. Həsən, Ayaz, Həsənov səni. İmkan olsa dişi ilə tikə doğrayar. Deyirsən ki, görmürsən.
baxım bir dənə. Nisa 24 əsl evlənmək şərtidir qardaş, muta deyil. No, bəzi şiə əqidəsi muta deyil ona. Yox, başa düşmürsən. Ay qardaş, biz sən bir dəqiqədən Bəqərə 21-22-ni oxu gör nə deyir qardaş? Orada deyir ki, Hə. elə evlənməyin şərtlərindən danışır da. Deyir o yaxınlaşır, 3 heyzdən sonra bu. Bəqərə 21 221, 221. yox yəni o aid deyil ona. Kiliş qadınlarla Amma burada Gözdə oxuyum da açmışam kitabı, əlimdədir. Quran əlimdədir. kiliş qadınlarla evlənməyin, dalınca nə evlənəndə necə? Onu bir daha oxu gör hələ. Estağfurullah. Müşrik qadınlar iman icazə ver. Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə iman gətirmiş bir kölə sizə heyranlıq edən müşrik bir kişidən daha xeyirlidir. Onlar oda çağırırlar. Allah isə öz izni ilə cənnətə və bağışlanmağa çağırar. O öz ayələrini insanlara bəyan edir ki, bəlkə düşünüb ibrət alsınlar. Səndən heyz barəsində soruşurlar, de, bu əziyyət verici bir haldır. Heyz vaxtı qadınlarla cins əlaqəyə girməkdən çəkinin və heyzdən təmizlənməyincə onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri sevir, pak olanları da. Qadınlarınız sizin tarlanızdır. Bu nikah deyil. 21-də sırf kimlə evlənmək var idi, 22-də özüm oxudum. Evlənməkdir da orada, evlənmək demir. Yox, kimlə evlənmək başqa şeydir, əmi canım. Necə evlənmək söhbəti gedir. Kimlə evlənmək aydın deyə, kimlə evlənmək olar olmaz. O başqa məsələ. Evlənməyin şərtindən deyir söhbət. Hə, yəni mehriyə verin, neynə, onu deyirsən? Bəli. İsa 24-dən başqa ayət yoxdur, əmi, özünü yorma. Orada da qardaş, mutə yazır axı, orada daimi evlilik yazır. Kim deyir daimidir? Gəlin ayəni oxuyaq da, daimidir yoxsa qədimi? Orada ərəbcəsində mutə keçmir. Mutə keçmir. Bax, indi İbn Abbasın kitabı mənim qabağımda. Açım, İbn Abbası qəbul eləyirsən, açım Nisa 24-ü oradan oxuyum. Hə, bu. Bax, Onun təfsiri qəbul eləyirsiniz. Birinci ayəni oxuyaq, sonra İbn Abbas'a gedək də. Yox, bildim, ayəni oxuyaq. Amma dalınca icazə versən, mən Nisa surəsinin 24-cü ayəsi Ayəni oxuyaq, ixtilafa düşsək gedək də İbn Abbas'a. Yox. bax Hacı, bir dənə mən bunu oxuyum, siz davam edin. Bax, demək, Əbu Davudun sünənində 2189-cu hədisdir. İbn Abbasdan gəlir ki, Allah Rəsulü sallallahu aleyhi və aleyh buyurdu. Talaq üçün şahid olmasa belə keçərlidir, lakin şahid tutmaq daha yaxşıdır. Ömər ibn Xəttabdan gəlir ki, Muvatta, İmam Malikin Muvattasında gəlir ki, bir kişi qadınını boşadıqda şahid tutarsa, bu fitnənin qarşısını alır və aralarında ixtilaf yaranmaz. Gəlir. Fitnə nə deməyəcək qardaş? Görsən deyir fitnənin qarşısı almaq üçün. Qardaş, tutarsa, amma vacib gətirmir də. Muvadda məndə Odur ki, qardaş, orada mal bölgüsü, orada qalan ümumiyyətcə mallara görə fitnə düşməsi. Çünki ola bilər ki, adam, üzr istəyirəm, yoldaşına S-klas bağışlayar, məsəl üçün mehriyə üçün də boşalıb deyəcək S-klası ver geri. Onu Allah Quranda haram buyurur. Deyir, verdikdən sonra deyir, onları tələb etməyin. Ona görə şahid gətir, başı geri istəmədim, ha, qaldı onu da. Belə şeylərə biraz fikir vermək lazımdır. Qardaş, Nisa 4-ü bir dənə oxu görək, qardaşım sən. Nəyi? Nisa 4. Nisa 24 deyirəm, yəni 4. 4 gözdə bir. Hə, Nisa 4-də mən deyəndir da. Deyib verdikdən sonra tələb etməyin. Verdiksə ki, orada boşanmaqdan danışmır ki. Boşanmaqdan danışır. Mən demirəm boşanmaqdan danışmır. Mənim sualım odur ki, Quranda Nisa 24-dən başqa evlilik haqqında ayə varmı? Qardaşım, burada boşanmaqdan danışmır, başva dönüm. Burada deyir ki, Nisa 4-də bir də ayəni oxu. Bir dəqiqə səbirli olun. Ve qadınların Ayazı qoyur, onun orada ürəyi partladı, ürəyi yumurtlayır orada. Deyin, qadınlara mehriyələrin verin. Əgər onlar sizə onu verərsə, keçərsə, onun halal xoşluğuna yeyin. Ya mehriyə deyir verin. Bir daha oxu da, orada kim var, Quran kimin qabağında? Bəli, məndə var. Məndə də var da. Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər. Salam aleykum.
Və aleykum salam Nasir. Ayşə, yaxlan dedin ki, təfsirini eləyirəm. Quranı deyə görək. Elvin də Quranı deyir. Yox, heç nə demirəm. Təfsirini deyirsən. Yox, qulaq as, bax səbir. Qardaş deyir ki, 24 iminli Həkkəbin ayəsidir. Nisa 4-də o daxı. İbn Abbas Nisa 24-ü siğiyə verir. İndi açıb oxuyacağım sizə. Bax, 4-ü oxuyuram əmcən. Qadınlara öz mehirlərini könül xoşluğu ilə verin. Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşucanlıqla və halallıqla yeyin. Əgər deyir versə deyir. Qadın, yəni nədir burada? Qadın sənə elə bir deyirsən ki, sənin mehriyan budur. O da deyir ki, istəmirəm, sənə halal verirəm onu. O başqa məsələ daxamı? Bu da ayə onu deyir axı. Sən deyirsən Quranda şey yoxdur, başqa elə ayə yoxdur axı. Bax. Əmi, mənim sualımı yenə təkrar eləmək. Sən qardaşım. Mən bəlkə sən başa düşürəm, qardaş sualını. Mən deyirəm ki, evliliyin əhkamı haqqında Nisa 24-dən başqa ayə varsa, gətirin mən də qulaq asıram. Necə evlənək? Nisa 24-də deyir ki, evli qadınları almaq sizə haram oldu. Başqa yerdən başqa yerlərə gəldik, amma dayan açım oxuyum sənə o ayəni. Məndə var da oxuyum da Nisa 24-də. Ayəni oxu, sonra mən sənə həmin ayəmizin təfsirini oxuyacağım sizdən. Oxu bir dənə. Yox, bayaq dediniz ki, möhkəm ayədir, ona görə. Yox, o ayənin sizdə təfsiri, hansı ayəni demişəm möhkəm ayədir? Boşanma ayəsi, qardaş. Boşanma ayəsini, hə, dediniz ki, möhkəm. Boşanma möhkəmdir, qardaş. Boşanma ayəsində 2 dənə şahid gətir. Niyə Nisa 24 möhkəm ayə deyil ki? Qardaş, indi möhkəmdir. Sən deyirsən, təfsir deyirsən, İşamba deyirsən, təfsir niyə Quran oxuyur? Təfsir özü elə Qurana aiddir, qardaş. Təfsir nədir? Elvin. İbn Abbasda Mösüm evdəsən. Hacı, üzr istəyirəm. Demək, təfsiri Təbərin təfsirində o gəlir. İbn Abbasın 1-ci cildini at, xahiş edirəm. Mən vermişəm o körnə araba İbn Abbasda. 24-cü ayənin təfsirini İbn Abbasdan oxu, xahiş edirəm. Yaxşı. Deməli, oxuyuram mən 24-də o tapana kimi. Oxu. Cihad vaxtı sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Düzdür? Allahın sizə buyruğu hökmü budur. Bax, görsən deyək ki, buyurduğu hökm belədir. Bunlardan başqaları ilə öz malınızla nikah etməklə zinakarlığa yol vermədən evlənməyiniz sizə halal edildi. Evlənməyiniz sizə halal edildi. Evləndiyiniz qadınlardan zövq aldığınıza görə onlara vacib buyurulmuş mehirlərini verin. Bu mehir müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. İndi sən orada mutə oxumadın da amma. Qoca mutə harda var burada? Orada mutə oxumadun da amma qardaşım. Bir dəqiqə, yoxsa mən ərəbcəsində axtarım. وَالْمُحْسَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْسِنِينَ غَيْرَ مُسَافِحِينَ وَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أجورهن فريضة ولا جناح عليكم فيها تراضيتم به من بعد الفريضة إن الله كان عليما حكيما. Burada mütəssisi yox değil mi? İstəyir ərəbcəsində, istəyir Azərbaycan dilində. Belə də ki, ərəbcəmə söz olan varsa da özü də çıxıb oxuya bilər. Problem yoxdur. Burada mən də oxuyuram. İbn Abbas'ı aç da Mösüm. Açmışam, dayı açmışam. Ekranı aç, koy ekranı onu. Ekranı açım. Hadi aç ekrandan oku da hamı görsün İbn Abbas. Xahiş edim. Ayşə. Bəli.
Sən burada bizə yaxın olan sənsən əqidə baxımından. Aparaqsan Mənim məni, göndərdim var. ay Nasib. Mən bir dənə babat hədiyyə yap. Ya. Get. Bir. Aha, Hacı, attım, ay hacı. Nasibi. Hə. Hacı atma hacı. Qoy 313 eləsə şəkil çəkək sonra. Ay yadımdan Hacı. çıxdı, sən elə attım, gec dedin, gərək deyərmişsin. Ay da bir də. Ay, burada ayə gəlir. Kesin sətirəcəkdim mən də. 24'ü oxu, 24'ü. Bu ayədir, ayə zaten bəllidir. Hə, ayağım Buradan təfsiri gəlir. orada indi oxu. Onu mən Evli onlara... Hə, oxu. Hə, sonra qadınlarla savaş əsiri olaraq sahib olduğunuz cariyelər dışında, yəni əsirlərdən, zira onlar sizə halaldır. Əgər onların əri darul harbda isə, rahimləri bir heyz halı ilə nəysə də bu heyz, Allahın sizə buyruğu budur. Allah-u Teala'nın kitabında sizə bəlirtib açıqladığı şeylər sizə haram qılındı. Yəni haramları deyir. Bunların xarica qalanlar sizə halal qılındı. Haram qılınışı sizə açıqlanan şey dışında. Mehri vermək surəti istəsəniz mallarınızla. Əsas bu deyil, əsas burada qissələr var, 3 səhifə, odur. Məncə bunu oxuyaq. Oxu, mən dediyim yeri oxu. Elə sən oxuyacaq, görəsən də orada o mutə gətirəcək şeyə, müvəqqət evliliyə oxu. Yenə belə də, hə, mallarınızla yəni dördə gəl. İstəyirsən tap sonra oxu. Yox, dayı, mən bunu oxudum. Deyirəm ki, burada elə bir cümlə yoxdur. Əsas hissə bu açıqlamaya... Da açıqlamanı oxu da, açıqlama hissəsini oxu. Özün üçün Abdullah- oxu, yeri tapassan da indi. Abdurrazzaq atadan belə rəvayət edir. Ayşe, özün üçün oxu. Ay, oxumuşam, gör də oxuyuram indi. Hə. Siğə fətvası ilə bağlı İbn Abbasın söhbəti. Hə, Deyir, oranı Abdurrazzaq atadan belə rəvayət edir. İbn Saffan, İbn Abbas zinaya fətva verir dedi. Bunun üzərinə İbn Abbas dedi ki, mən zinaya fətva vermirəm. İbn Saffan Ümmü Ərakanın olayını unutdunmu? Vallahi Ümmü Ərakanın oğlu da bu evlilikdən dünyaya gəlmişdir. Cumh qəbiləsindən bir kişinin ondan faydalanması zina idi. Abdurrazzaqın müsənnəfində gəlir, Muta babında gəlir. 14022-ci hədis. Altda sənədidir, sənədi səhihdir. Amma bunun protifinə də bir iki dənə şey var. İmam Tirmizi isə Əsas onu gətirir, yox, mənə Abbas lazımdır. Orada Termizini oxumada mən Termizi istəmirəm. İbn Abbasdır da orada əsas. elə buradan da bu da İbn Abbasdan gətirirəm Hə, sizə. onu da oxu. İbn Abbas doludur. İmam Tirmizi isə Muhammed ibn Kəb kanalı ilə İbn Abbasdan belə dediyini nəql edir. Keçici nikah İslamın başlanğıcında var idi. Bir kişi tanıdığı bulunmayan bir məmləkətə gedəcək. Bildim, Orada var da- idi. Bax, bir dənə bağışda, bağışda haqqı var. Bax, biz demirik ki, yox idi. Var idi, düzdür. Aha. Bax, indi o var idisə, bu ayəyə istinad edirdilər, düzdür, olan dövrü. Bu ayənin düzdür. təfsirində yazır da, düzdür, İbn Sələfi. Ayəm Sələfi. Bəli, bəli. Bax, bu ayəyə istinad eləyib, indi o haram hökmü sizə görə nə vaxt oldusa, onsuz da İbn Abbas onu heç vaxt tərk eləmədi. Amma bu belə olsa da, o ayəyə baxanda, orada bu mutəni, yəni bu nikahı, da müvəqqəti evliliyi bu ayəyə əsaslanıb eləyiblər. Və burada da təfsirində o yazır. Düzdür, o haram olan dövrünə qədəri bildik. Amma haram olmamışdan öncə bu ayəyə istinad edirdilər, qardaşım. Mənə bu lazım. Hətta burada qissə var. Nişapuri rəvayət edir. Bir nəfər İbn Abbasa deyir ki, o halda nə zaman onlarla muta nikahı etdinizsə, ücrətlərini bir fazla verin ayətini oxuduğumda, özü mənim oxuyuşumu düzəldərək, nə zaman onlarla bəlirli bir muta nikahı yapdınızsa dedi. Mən özünə, elə bir İbn Abbasa deyir ki, biz bu ayəti belə oxumuruq. O da deyir ki, vallahi Allah onu belə indirdi. Əl-Müstərək kitabı təfsir. İbn Abbas ayəti o halda hanslarından bəlirli bir sürəyə qədər nikahla yararlansanızsa mehirlərini bir haqq olaraq verin tilavəti xətti Osmana aykırı olduğundan şaz bir qissədir. Ancaq böyük olasılıqla İbn Abbas Allah belə indirmişdir sözü ilə ayətə təfsir etmə amacını sürmüşdür. Təbər İbn Abbasın əkləməsi ilə əlaqəli olaraq bu dəyərləndirmədə bulunur. Ubey bin Kəb Abdullah ibn Abbasdan nəql edilən qiraət şəklin
gəlincə, bu qiraət müsəlmanların Quranlarında təsbit edilmiş olan şəklə müxalif bir qiraətdir. Heç bir kimsənin mazərətləri bərtaraf edəcək, kəsin bir xəbər bulunmadan Allah-u Teala'nın kitabına bəlli şeylər əlavə etməsi caiz deyildir. İbn Abbasdan gələn rəvayətlər daha çox mutanın caiz olduğu görüşüdür. Biz sadəcə kitabın həcmini gözətmək qəsdi ilə 2 rəvayət axtardıq. Təsəvvür edib sənədli zadı 2 səhifə tutur. İbn Abbasın muta görüşdən döndüyünü söyləyənlərin dayanaqları çox da qüvvətli deyil. Ən fazla bu xüsusda deyilə biləcək şey İbn Abbasın muta nikahının zərurətən mübah olduğu görüşündə olduğudur. O da düzdür ki, zərurətdən mübah görür. Bir dənə var, Mövsüm, bir dənə var. Deməli, bax, mənim oxuduğum istinadlara görə, bəli, muta nikahı bir bəldəyə qədər olub, sonra Allah Rəsulü onu nəhy eləyib. Yəni, aradan qaldırıb. Məsəl üçün, belə deyək də, Xəndək savaşı günü uzunqulaq əti ilə mutanın qadağası haqqında hədislər var. İndi kimsə araşdırıb gəlib deyə bilər ki, məsəl üçün, bu zəifdir falan, o başqa məsələ. Fakt, mövcud olan hədis var ki, Allah Rəsulü sallallahu aleyhi və sələm Xəndək savaşı günü uzunqulaq əti ilə muta nikahını etməyi qadağan etdi. Bu var. İndi bu prosto, yəni o şeyin deməli var olması o deməkdir ki, Nisa surəsinin 24-cü ayəsi ilə hökm götürülür. Bu belə çıxarıla bilməz. Əslində 24-ü düzgün təhlil etdikdə qanunun nikahın hökmləri çıxır. Başa düşürsünüz? Yəni qanun, onda biz necə olur ki, bizim günümüzdə evlənməyimiz Nisa surəsinin 24-cü ayəsindən üstün eyni düşür. Yəni, o niyə el olur ki, yəni, bax, niyə iminli eyni gəlir? Ya biz onda müta eləyirik, yəni, necə olur? Buxarinin deyir ki, İbn Abbasın muta görüşünə bir açıqlama gətirir. Buxarinin rəvayətinə görə İbn Abbas muta nikahına zərurət halında ruxsat vermişdir. Bəli, Təbii ki, zərurət evliyəsə dair. Bax, qardaş, bir dənə belə bir söz deyim. Açıq ayət də bu, düzdür. Allah Subhanahu taala ayədə bizə göstərir. Bunda yəni gedib alimlərə başvurmaq lazımdır. Hər alimdə bir şey bildirir. Bu nə deyir? Bax, cariyə və deyir, evli qadınlar deyir sizə, bax, cariyə deyir heç. Cariyə deyir, yəni, döyüşlüsən, döyüşdə sənə pay qalıb, yəni ənfal qalıb da, ənfal şeydir, döyüşdən sonra bölüşən şeyə deyilir. Yəni, o sənə ənfalındır, qənimətindir, o heç. Deyir, evli qadınlarla deyir, evlənmək sizə haram edildi. Haqq qardaş, ona görə deyirəm də, gözə bax, şiə əhlüsünnə ixtilafa düşüb da burada, düzdür? Bizim üçün əhlüsünnə ixtilafa deyil, qardaş. Yəni, günəyin şeydə, ayədə dediyi kimi, Allaha və Rəsuluna görə qılış, Allah Subhanahu Quran-ı Kərimdə nə deyir? Belə deyir də, qardaşlar. Allah da deyir, Rəsul da deyir ki, qardaş, Xəndək savaşı günü mən 2 şeyi deyir, qadağan etdim. Uzunqulaq əti ilə muta nikahını etməyi. Bu geçdirdir. Bu istinad əhl-i şiə əqidəsində gəlir, qardaş. Biləm, qardaş, ayətdə olduğu kimi niyə göstərmir? Bu da çətin bir şey yoxdur, açıq ayətdə bu. Bilirsən niyə, qardaş? Hər öz aliminə aparır. Bədbəxtiliyi deyilməsə, İşəm əmi deyir ki, orada müta sözü var, Özü belə pismasın, yəni arxasını taşmaq olmasın, oxumuyor. Oxusa görər ki, müta sözü hissi yoxdur orada. Söhbət bundan gedir də. Axı o döyüşdən Nisan deyirlərsə, orada əlbəttə cariyədən da söhbət gedir, heç. Amma bu, mən dediyimi başa düşürsünüz siz. Bax, görürsünüz ki, aramızda ixtilaf düşür də. Şiə öz alimindən açıqlıyor, təfsirindən, əhl-i öz təfsirindən. Qardaş, şimdi aramızda ixtilaf düşür də. Gəlin, aparağın Allahın kitabına, Allaha. Allah ayətdə belə deyir, qardaş, niyə çətinləşdirirsiniz? Öz dinimizi, Allah Subhanahu deyir, mən sizin üçün asanlaşdırdım. Niyə gülə alimlərə aparıb çətinləşdirirsiniz bu ayəni? Bəli, mən razıyım. Açıq ayətdə, qardaşlar, nəyə lazım? İbn Teymiyyə, nə bilim, obrisi, şiə desin, nə bilim, filan alim. Ayətdə, açıq ayət də. Ayə möhkəmdir. Hamısı bu Həsənova görə oldu, bu alimiyyə şiəsinə görə. Oturmuş da söhbət edirdik üç kimi. Yox, insandır da, indi oxuyub, istəyir ki, başa düşsün, ola bilsin ki, tam başa düşsün. Allah şahiddir, mən söhbətin tamını bilmirəm, yarıda qoşuldum, gördüm, mən bəlkə bir 30% ona görə qoşuldum ki, bax, məsələn, boşanmaqdan danışırdılar, məndə sırası şey yarandı ki, boşanmaq varsa, onda mənə evliliyi göstərin Quran-ı Kərimdə, biz necə evlənə bilərik? Göstərə bilməsin, 24-dən başqa yoxdur, qardaş. Bax, Quranda, bir şey deyim ya, Ayaz bir dənə bağışla ya. Demək istəyirsən yəni ki, Quranda olmuyor. Tembol Peyğəmbərin zamanında Peyğəmbərimiz
Quran ayəsindən zid söz dedi. Yəni bunu demək istəyirsən yoxsa necə? Yox, mən onu demirəm ki. Yo. Elvin o demək ki, Elvin dediyi Yəni əgər doğrudan da peyğəmbər yaşayırdısa, peyğəmbər zamanı idisə, nəsə haram edilirdisə, niyə o Quranda öz əksini tapmadı? Yox, mən o yəni vurmadı. Mövzunun başı şeydir, talaq verdikdə 2 dənə şahiddən gəldi söhbət. Başa düşdünüz? Yəni 2 dənə şahiddən gəldi. Yəni Əxi, yenə mən söz deyim, elə hədislər var ki, insanlar arasında parçalama aparır. Bax, Quranı ayəni desək, məsələn, mən bir nasibi olaraq, siz bir şiə olaraq, biri bir sələf olaraq. Qardaş, Qurana görə hamımız razıyıq. Yalan sən özünə nə edəsən ki, yalan sən. Deyəndə sən Abbas deyəndə hamımız razıyıq ki, Allah Subhanahu belə deyir də qardaş, əlbəttə. Amma təfsili aparsaq, Həsənov öz təfsirinə aparacaq. Sələfi öz təfsirində nə olacaqdı qardaş? Razılaşma baş verməyəcəkdi. Nə oldu burada? İstər-istəmə ixtilafa yol açılır. Açılır Abbas, səhv deyilənmə qardaş. Ayət də qardaş. Mən nə demək istəyirəm, Ayaz, sən temanı tutmadın, ne? Ayaz, mən demək istəyirəm ki, əgər doğrudan da Peyğəmbər hansısa bir Quran ayəsini, belə deyim da, sənin sözünlə deyibsə ki, bu olmaz, bunun əksidir, o Quranda öz əksini tapmalı idi. Çünki Peyğəmbər sağ idi da, sağ ikəndə deyilirsə, deməli bu Cəbrailin vasitəsilə Peyğəmbərə deyilən bir kəlmədir. Cəbrailin vasitəsilə Peyğəmbərə deyilən kəlmədə Quranda öz əksini tapmalıdır, Ayaz. Quranda tapan ayəbada deyir ki, Allah və Rasulun bildirsə qadağan etdiklərini edəcəksiniz. Belə bir ayələr də var, qardaş. Yox, bildim, tutmadı. Ne? Bu hədisləri başa düşün nə demək istəyirsən. Demək istəyirəm ki, hədis zaten şeydir. Quran ayəsi qədər. Çünki Allah Quranda deyir ki, ya Peyğəmbər deyir ki, mənim dediyim hər bir kəlmə Allahın kəlməsidir. Mən Allahın kəlməsindən başqa söz demərəm. Yəni bu bəhs eləyir ki, biz ki, sünnəni yaşayır, bütün İslam ki, sünnəni yaşayır, yəni Peyğəmbərin dedikləri ilə yaşayır, Quran və sünnə ilə da. Elə məsələ də budur. O ayəyə görə zaten sünnəni yaşayırıq da, o olmasa zaten onu qəbul eləməli ki, Peyğəmbər qədər. Abbassan, söhbət nədədir? Ayəm Salafi söhbəti belə gətirəndə məsələ nəyə gəlib dirənir? Məsəl üçün, axı, əhl-i sünnənin 99%-i sahabələrin gətirdiyi hədislərlə demək olar ki, sünnə yaşanır da, cəmiyyətimizdə gördüyümüz reallıq budur. İndi məsələn, belə bir çıxır ki, İbn Abbasla o insanın söhbəti olanda sahabələrin sünnəsi yoxdur. Sünnə Allah Rəsulundur. Başa düşmədin nə deyirəm? Başa düşmədin nə deyirəm? Bir dəqiqə sakit ol da. Deyirəm ki, Rəsulallahdan gələn hədis... Kişi böhtürat, sən bizə böhtürat etsən, qardaş. Biz hamısan sünnəsini yaşayır. Abi sakit ol da. Abi sakit ol da nə danışaq? Yox, yalan deyirsən. Mən bana açıqlama gətirim ki, İbn Abbas... sən yalan deyirsən. Abi bir dəqiqə da. İbn Abbas... Hamı bilirdi, onsuz da yalancı. Nəysə, davam edər. Bilir yonsuz. Danış. Yox, indi keçib getmək lazım deyil, axı, yəni Allahdan qorxmaq lazım. Prost üzünə vur, sanki baxın da, qardaşlar, yenə şərlər. Bu qədər atmaq olmaz da. Bunu deyirsən, hər şeydə yeri var da, yəni biz haçan demişik ki, Abbaqın sünnəsi, Ömərin sünnəsi, elə şey demişik. Bir dəqiqə sakit olun da, nə olur, ben qarğa bazarıdır. Bəylərə bax. Qarğa bazarı deyil, sən düz danışmışsan, səhərdən gözəl Hişam, zat burada söhbət edirik. Dur, nə deyirəm da, bir qulaq as, axıra kimi sözümü eşit, səhv olsan deyərsən səhvsən. Deyirəm ki, Peyğəmbərdə gələn hədisləri siz sahabələrdən götürsünüz, onu deyirəm mən. Qardaş, malalayır. Ayda, spal. Allah sözün də bəlasını versin Yezidlə bərabər. Heç nə demirəm sizə. Yezid də sağ ol. Hə, indi Ayəm Salafi. Əliyev, sən malalanma mastroklayacam üstündən. İndi belə çıxır ki, İbn Abbasdan gələn bütün hədislər Üzr istəyirəm, Əliyev elə deyil ki, qardaş. Bir də göz istəyirəm. Elvin, aşağıdan heç kəslərine toxunmazsan, söyüş sad yazmazsan. Bəli. Hamı bir-birini tanıyır, yəni realda da görüşürük. Belə şeylər eləmir. Bəli, aşağıdakılara mən deyim ki, inanın ki, burada hamı ilə, yəni WhatsAppda, yəni o qədər belə çox gözəl münasibətdədir ki, hamı ilə. Burada danışılanlara çox da nəfsimizdən dolayı şey eləmə. Yəni, aşağıdakılar, burada şiyələr, əhl-i sünnələr var. Şəxsən mən, Allahın dostu, burada elə şiyələr var ki, 3-4 gündən bir həftə bir dəfə danışıb, bir-birimizin halımızı, ev əhlinin soruşan adamlarıq bir-birimizdən. Ola bilsin ki, burada nəsə bir-birimizdən sözümüz düz gəlməyə bilər, amma siz nahət ol. Vallahi ki, bizim... Yayından mutluq eləməyin də, yəni. Məsəl üçün, mən elə özüm Həsən Oğda Realdan yaxşı tanıyıram, Abbası da artıqlaması ilə. Yəni, sizə əhbək yoxdur ortada, özünüz söyləsiniz, düşüyor paxmel. Buyurun. Bax, qardaş, mən bir dənə üzr istəyirəm, Əliyevin onunla, qardaş, siz zaten
Bax Peyğəmbər sallallahu əleyhi və səlləm özü oturub hədis kitabı yazmayıb ki, sizin də əqidədə Bəs mən onu deyirdim da bəyə. Sizin əqidə zaten odur ki, Baptist sahabədən gələn qardaş. Tuğyan eləmə, Tuğyan. Məsələn, mən də elə onu deyirdim da. Deyirəm ki, sahabələrdən gəlir də Peyğəmbərimizin İkinci deyişində mən onu anladım. Birinci deyişini anlamadım. Birinci də Bu həmişə söz atır bu. Məsələn də buradadır ki, bu İbn Abbasın bu şəxslə danışığı var, ünsiyyəti var. Bu Rəsulallahdan sonra da, düzdürmü? Hansını deyirsən qardaş? Yəni bəlkə kitabdakı gətirən Quranın təyi var idi ha. Ayənin təfsirin məsələsi, söhbəti, dialoqu həmən şəxslə Peyğəmbərdən sonra olubdur, mən bilən. Qardaş, İbn Abbasın gətirdiyi odur ki, əvvəllər İslamın bir qismində muta haqqında belə deyək, rus demiş, razışeniya olub, sonra nəhy olub. Onun gətirir, əslində, baxın, mövsum axıra kimi oxusa, mən deyən qənaətə gəlib çıxacaq. Mən səni başa düşürəm, qadam, sən nə deyirsən? Mən deyirəm ki, dialoqun tarixi var ha. Bu insanlar ki, bir adamla söhbət bəhs edəndə, məsəl üçün, Rəsulallah yoxdur. Məsələn, bəhs edəndə nə gətirirəm? Dəlil gətirirəm Rəsulallahdan. Tarixə görədir ki, bizdən 30 il sonra, məsəl üçün, bu Allah güllə vurmuş Ayaz var ha. Nəvəsinə danışanda deyəcək ki, Əliyevlə... Allah güllə vurmuş. Hə, Ayaz İslamla, Sələfi ilə söhbət edəndə 30 il bundan qabaq belə bir dəlil gətirmişlər. Məsələ tarixin vaxtından söhbət gedir ki, bu Rəsulallahdan olan sonra olan bəhsdir ki, İbn Abbas gətirir həmən şəxsə dəlili. Məsələ oradadır, bax. Bildiyin, dəfələrlə yox, ümumiyyət dəfələrlə olub, qardaş, elə hadisələr ki, sahabələr arasında deyir ki, mən Rasulullah belə gördüm, mən Rasulullah belə gördüm. Məsələ ona razıyam, bir şey demirəm. Söhbət mahiyyətin doğruluğundan gedir, qardaş. Hansı fikir doğrudur? Yaxşı, bəs sən deyirsən ki, o şeydə olub, hadisə, 2 dənə... Xəndəkdə? Xəndək döyüşü ilə ayənin nazil olma vaxtı eynidirmi? Ayə nazil olmur, qardaş. Peyğəmbər özü nəhy edib. Mən demirəm ayə. Yox, mən ayədən danışıram, qardaş. Ayə nazil olma. Mən ayədən danışmam axı. Mən ayədən deyirəm, ayəni soruşuram. Hansı ayəni? Həmən bu Nisa 24-dür. Mən dedim ki, Nisa 24 soruşuram. Mən iddia elədim ki, Nisa 24 xəndəkdən nazil olub. Ay qardaş, demirəm sən iddia eləsin. Deyirəm, soruşuram. Vaxtı nə vaxt? Yox, mən onu bilmirəm, qardaş. Bilmədim ki, onu soruşuram mən. Yox, onu soruşuram mən. Sən icazə versiniz, biz də danışaq. Buyur, Allah. Əsl vaxtında qaçdı, inarsınız. Nətər? Haycan. Deyirəm, əsl vaxtında çıxdı, qaçdı. Canım qısaldı. Qardaş, siğəyə haram deyən yenə haram deyəcək, halal da halal deyəcək. Bu söhbət niyə gedir? Bekarsınız siz. Yox, ümumiyyətlə mahiyyəti bilsən İşiniz gücünüz yox, ciddi deyirəm, Allah şahiddir. Yəni, halal deyən iki gör... Mən niyə oruç tutmursan, Elmar? Lomkada da ona görə. Elmar kimdir? Əliyev. Allah onun başına mən boyda taş salsın. Yezid boyda, Yezid boyda. Özdə orucun ayəsində bax, deyir ki, əvvəlki ümmətlərə deyir, fərz buyurduğum kimi sizə deyir orucu şey deyim. O görsə, orada bir dənə şey var. İndi də ki, məsəl üçün, qardaş, Allah Rasulundan gələn mənbələr, Allah Rasul bir şeyi nəhy edir və yaxud da, məsəl üçün, o şeyi icazəli görür. Görürsən, hədis var. Özdə sizin kitabların qaynağındadır ki, deyir ki, filan savaş günü 2 dənə şeyi qadağan etdi. Onun da mənbəsi sizdə də var, bizdə də var. Yox, söhbət nədir, qardaş? Hə, indi tələbə qardaş çıxıb, bizə görə halaldır deyəcək ki, deyəcəm, bilirəm də halaldır. Biz buna görə halaldır deyirik. Mən də deyəcəm, bilirəm də ona görə halaldır deyirsən. Ay, sağ ol. Sonra dalneşi söhbət yoxdur, qardaş. Ləkum dinnikum vəliyyədin. Sən mən höccət döysən, sənin nəqlin mən höccətdir. Bağlanır, gedir. Yəni, söhbət danışılasız vaxt itkisi də oturmuşuq, bekarçılıqdan bir-birimizi qırırıq. Ay Mövsüm, bax bunu düz dedin də qanıram. Bax, səndəki gələn şeyə sən istinad eləyib işvi görürsən, şəriəti yaşayırsan, məndəki də mənə görə də qardaş. Elə deyil. Hə də qardaş. Elə deyil qardaş. O şiələr nəyi ispat eləmək istəyirsə, Əhl-i Sünnənin kitabında da onu ispat eləyir, Şiənin kitabından da ispat eləyir. Qaqa, sən üsulüsən? Usulü? Allah sənin. Yox, sən üsulüsən, qadan alım. Bir dənə gözlü, siğadan vacib məsələ var. Gözlüyün Deyirəm Həsənov, bu sələfilərin ağzına söz atdı, usulist. Yox, mən onu biləndə usulülər bilmirdi, usullük nədir. Yox, elə deyil. Mövsüm alimlə cavab vermək, öz alimlərinlə cavab vermək istəyir, imamlarla da vermək istəyir. Yəni, ona elə. Hələ buna bax, hələ bu kilsə suyu satana bax hələ.
Yox, qardaş özü qeyri-məsuma təqlid edir. İndi gəlib mənə siğədə səhv tutacaq. Ay, sən bizim daxili məsələmizə niyə gedirsən? Öz məsələmizə danış da. Yox, yəni Daxili deyil, əli qəlbər müsəlman gömürürsünlər. Sən nə danışdın? Ya, elə söz danış. imamlara görə müşrikdirlər. Biz hamımız müsəlman görürük. Peyğəmbərə itaat edirik, Peyğəmbərin kəlamına. Usulü də ona desə qəbul edirik, əxbarı da desə qəbul edirik. Allah təala şükür, Allah bizə Yox, yox qardaş, özün usulü sən bu dəqiqə. usulü nədir? Nə demək istəyirəm? Usuldən məqsəd nədir? Görsən bilmirsən nə danışsan demək. ay Maiz. Yoxsa bəlkə sənin məqsədin başqa şeydir usulü. Mayıs sən. Son məqsədə. Mayıs sən. Mən bilirəm də sənin usulü deyəndə nə kafiri nəzər tutursan. Mən də deyim, hə, mən də usulü Aleyküm salam oradan. Aleyküm salam. Bir də izah elə ki, Mayıs kimdir ha? nəzər tutursan. Yox, qardaş, Mayıs. Tanıyıram. Qeyri-məsuma təqlid edən adamsan, bildin nətər? Sən durub mən indi siğə sənə görə halaldır desən də zaten bir şey Mövsüm. Ha mövsüm artist eləmə. Sən hədisləri Mala- qeyri-məqsuddan götürmürsən ki, güya. Nə danışsan ha burada? Yox. Bəhanə gətirməyinə baxın. Doğru düzgün. Qardaş, İmamdan qeyri təqlid edilənə də, təqlid edənə də lənətin olduğunu bilirəm. Ay Mövsüm, göz- sən özün imam çıxmasan. Ay küfr eşiyəsi. Sən bizim məsələyə qarşısan, öz məsələmiz. Yox, qardaş. İndi qeyri-məsuma təqlid edənə də, edilənə də lənət var. Əhl-i Beytdən başqa kimisə Mən Həsənov diqqətlə fikir verəndə Bir ümumiyyətlə bu maladiyorlar sələflərin fikrini. çoxsu sahabə düşmanı deyə. Ay, Hələ fikir imamları ver. qoy qırağa. Bu Sahabə Mövsümün öz düşmanları. imam düşmanıdır. Qardaş, Yeziddən ayrılıb 70 min parçalanma gedəcəksiniz. 16 min başı əmmaməli, bizdə əmmamə yoxdur da, nəzərimizə çatdırıb ki. Çox da şey eləməyin də, yəni. Ya, mən usulidir, nədir qardaş, şiədir. Mən onu vermərəm Mövsüm sənə. Ay, O biri İmam Şiyə nətər tərif verir? Həsənov, ver tərif indi burada. Ay, Görə kimdir bu sən niyə şiə? qız işləyirsən, ay provokator. Yox, buradakı İmam Şiyə kim? Aç, mən hamımızdan çox biləm, qulağa. Şiyə kimə deyir imam? Sahabə Şiənin düşmanları. təfsirini ver mənə. Şiənin tərifi. Allah aman da Allah. Yəni İslam yoxdur. Elə bir ki qanadı qırılmış bir ataldır Həsənov. Çox sıxma İşam elə. mən saldı, o da çıxdı getdi. Ayaz, şeydə Afrikadakı leş yeyənlər kimi gəlib girmisən bu yerə, hər yerə dilci yatırsan. Mən deyirəm qardaş. Mən Hə, yox, qardaş, yəni. mən də sələf. Mən nasibilərlə danışmıram. Şam gedən kimi mövsümün səsi çıxdı. Mənim maraqlı gələn o deyə. Gör, mən dediyim, mən imamın sözünü deyirəm, daha imamı yalanlayacaq, başa düşmədim. Elə Əli Qəmbər saat gələcəkdi. Həsənovun 2 dənə arxası var. Bir Hişam. Meyit usulu verəcək hamımıza. Əli bəy. Elmar, qızışma da. Oturubsuz da sakitcə. Bazar lazımdır. Mövsüm, Şam'a atmışam. Deyirəm, bax sən gedən kimi bayaqdan sən Şam'a dəstək verirsən. Həsənov, İşamım saat sol qulağı göynüyür. Vallahi. Qeybət eləməyin hə. Məlumlar. Yetim yuxsuz deyə ona görə. Ay, amma qardaş, mən yenə deyirəm, xahiş edirəm. Yəni mənim əlimdə verilməli olan suallar var. O suallara cavab versin bir kimsə ki, sonra bəlkə fikirləşək ki, hə. Abbas, yeganə adam siğanın- TikTokda mövsümdür. Yeganə adam TikTokda mövsüm. Bütün əqidələri bilir. Yeganə insandır ki, heç bir şeyə itaat eləmir. Əliyev. Bir dənə söz də sən. Tərəflərdən Seyid Buqarın kim xətrində deyil, sıracı gelib canlatsın başlayıb. Bilirəm ki, ya Mövsümdür, ya Alparslandır. Hoşum kimsə o xətrində deyil. Sələbilər, abilər, Allah əl-qalat verər, nə bilirlər. Sıracı gelib. Mövsüm sən Nahadı küsürük, çox küsəyəndə Seyidlərdə. Neyse qardaş, mənim üsulü yoldaşa suallarıma niyə imkan vermədi cavab versin? Kəs usuliyə bax hələ bu. Usulü əhbaratlar. Yox qardaş, imamdan başqa təfsir verən. O İmam əleyhissalamdan hədisi mən gətirir, mən öyrənmək istəyirəm. Biz nasiblərdə bir dənə hissiyyat var. Hiss edirəm ki, Hişam buradadır. Hiss edirəm. Bir nəfər sual versin, biz də cavablandıralım. Mövsüm, sənin problemin nədədir? Məsəl üçün bir nəfər usulü ola və ya əxbari ola. Yox, mənim problemim deyil. Sənsən? Hə, odur. Hə, odur da. Mənim problemim deyil. Söhbət nədir? Məsəl üçün, belə primer çəkim də, Mayıs. Mən özümə deyim sələfi, amma mən üsulumda, mənhəcimdə Əbu Bəkir Ömərin elən birinci düşməni olum. Mənim ümumiyyətlə onların dini adına danışmağa haqqım var, deyəsən yox. İndi mən də suallar vermək istəyirəm ki, misal üçün, Əhl-i Beytdən başqa Quran təfsir verən hökmü nədir? Sənin cavablamağı istəyirəm, hədisləri özüm də bilirəm.
Əhl-i Beytdən qeyrisinə qeyri-məsum avtomatik məsələn Hişam ki çıxsa Şiyə mayısı kafir çıxaracaq. Lazım deyil, aralarında özləri bilirlər. Lazım Yox, söhbət o deyil. Ondan əlavə qeyri-məsuma təqlid. Bizdən başqasına kim təqlid edər? Təqlid edilənə də Allahın lənəti olsun kimi bir hədis yadıma gəlir Mayıs. Yəni belə vəziyyətdə mənim əzizim. Bu söhbəti o adam Təqlid haqqında elə şey yoxdur, beyyət var. Beyyət edənə də etdirənə də Allah lənət eləsin. Təqlidə elə bir şey gəlmir. beyyət deyəndə ki, güldən ağır sözlərin gör nə olur? Beyyət yoxdur ki. Əli Qəmbərin canlısında üsulları biraz kafir çıxardım deyən yaxşı, nə olar? Qarıqma. Yox, mən qardaş, usulünə ayağa vermərəm. İndi yazı düzgün deyil axay mövzum. Sən onun etiqad, əqidə, tövhid bəhsi elə başqa məsələdir. Sən niyə bizim üzərimizə? Nəyin tövhidi? Tövhid bəhsi imamı hikayətçilik. Nə oldu sələfləri imamlara təqlid etmək üçün kafir deyirsən, amma üsul eləməyəndə olur ki ya. Kafir deyə bilmirsən. Yox, Şeyx Sadıq bəyən məsumdur ki. Onda sən ədalətsiz deyirsən, Həsənov. Nəyi? Ədalətsiz deyirsən, sələfləri təşkil etsən, amma üsulları yox. Bir dəqiqə deyəm, bu mövsum şey deyil, əxbar xəttində rayi və yaxud rafizi deyil ki, yəni bizim mənhəcsdə deyil ki, Qəmbərovun və yaxud mənim mənhəcimdə deyil ki. Hada sən mövsuma desən ki, o demək deyil, sizdən deyiləm danışırım. Mövsuma desən ki, əşərləri, mahdudlə müsəlman, amma o gözə əhlisi namazı qılır. Mövsum deyək ki, təşkil edirəm. Sən amma nəfsini burada qabardırsan. Əgər ədalətlisənsə, onda Mayıs da bizdən danışmasına ki, Mayıs sələfidir məndən danışır, sənin məntiqindən, hə? O hədislə danışır da, sən ondan fətva versən... Siz ona hədis hökmü verirsiniz. O bizim hədis üsulunu bilir ki, məndən... Gəlirə şeyxə elm üsulunu var. Fiqdən... Onun ölsün, diqqət elə. O sənə əgər fətva gətirsə, hansısa bir alimdən, sənin haqqın var demək ki, mən hədis gətir. Mən alim fətvası qəbul eləmirəm. Yox, mən deyirəm ki, zaten kim nə gətirir, gətirsin, zaten ona görə haram, halaldır, mənə görə haram. Bunu mən dilimdə deyirəm və deyirəm ki, bekar döyülükdə siğədən danışaq. Elm, dırnaq arası elm tələbəsi dirəkir ki, danışaq. Qardaş, mənə görə zaten haramdır o. Haram. Buna bax, mən fake açı, Ağamurad deyir, gelib görün bunu. Nə bilim, məndə şübhə qaldı. Ayaz, məndə şübhə qaldı, qardaşım. Əhl-i Beytdən kənar təfsir verəndə. Qardaş deyirəm, utanmaz. Ay abba, Əhl-i Beytdən başqa deyəndə, ay şey... Burada səmimi, öz əqidəsində səmimi Əli Qəmbərdir, məsəlam. Allahın dostuna. Niyə onu çox istəyirəm? O səmimidir, qardaş. Amma bu Həsən Hoca səmimi deyil. Nəfslərini qabartırlar. Bu Allah Subhanahu taalanın dinidir. Yox, qardaş, mən qulaq as, açıq deyim. Mən bir dənə şiəni sənin ayağına vermərəm, sən mənim üçün nasibsən. Qardaş, verməyim, mən deyirəm ki, hansı şiə mən... Ona qalsın, ikisi də nasibidir. Əslə qayıtsaq, ikisi də nasibidir. Şeyzadan mən bu deyirəm ki, Həsən Atama bir dənə mən şiyə qurban verməlisən. Qardaş, o nə deməkdir ki, mən vallahi ki, o niyyətdən deyirəm, ayaq altı. Yəni, deyirəm ki, qardaş, əhl-i sünnənin içində o qədər, belə deyək də, başqa fikirdə olanlar var. Mövzundan soysa olan müsəlman gözləyən deyəcək yox. Deyəcək yox, görmürəm. Amma sən səmimi deyilsən axı dinində, qardaş. Sən əgər bugünkü gündə sələfini təkfir edirsənsə, sən usulləri də eləməlisən. Sənin əqidənə görə, sənin etiqadına görə təkfir olunur. Mən təkfir eləmirəm, Ayaz. Sələfləri sən müsəlman görürsən, Həsənov, kişi kimi. Mən zahiri müsəlman görürəm. Zahiri müsəlmandır. Mən ona zahiri müsəlmandır, qutardı getdi. Zahirdə İslam əlaməti, belə deyək, yaxşı. Əvvəl salam, mən onların içərisində mövsümlə görüşmüşəm, Səbu ilə, bildizə kafir demişəm, müşrik demişəm. Yaxşı, bax, zahirdə... Həsənov, bildim, qardaş. Mövsümün əqidəsini bilirsən. Deyilibsə, deyin, gətirin videonu qoyun. Bax, Həsənov, sənə bir söz deyim, qardaş. Bax, zahiri müsəlman görsən, düzdür. Ta ki, onun etiqadını bilməyənə qədər. Sən mövsümün etiqadını bilirsən. Qardaş, bir də söz söyləyim, ana sözünə, ay Həsənov. La ilahe illallah Muhammedən Rəsulullah desə, qardaş, bu adam müsəlmandır. Ay Həsənov, burada bax, feyqdən açıqlar, Həsənov, bax, ana söz söyləyir mənə. Onu bax da, qardaş. Vermişəm də moderator, mövsümdə var. Sizə attım, saxlamadım. Eləmin də, Allah'ta öz arasında hörmət qoyam, mənim anam bilinçsiz sizin şiyə bacımızdır, öz bacımıza belə söyürsünüzsə sizə halaldır, sizə əqidəmizdir. Ramazan aydır, qanacağınız mərifətiniz olsun, Allah'tan qorxun heç olmasa, kimin sanasını. Anamın bilinci 75 yaşım var, sizin anam... Söymür, bu kimdirsə, sənə şəkili bir qoyub, profilin... Bu hindi durardı, budakilərdən idi, Hişam. Ay, söymüşdüm, mən də kimlərdir.
Mən 9-um, həqiqətən var idi. Yo, sən Ay Hacı. qoyub kimsə Hacı. düşdü tap, hə. Həsənov, biz nə mən vaxtsa bu... gelmedi Həsənov. Qulaq Mən as. mod ver Hacı, biz nə Həsənov. vaxtsa bu mövsümə, səbuhiyə, kafir, müşrik Bax, demişik. yox, Həsənov, bir dənə səbirli ol. Bir dənə mən Mənə sualımı verim. görə Ayaz Bax, nasibidir. Ayaz seç. Ha, mövsüm də artıq müstəzəflikdən çıxıb. Axır. yox, bax, Hişam, bir dənə Həsənova sual verim. Haqqı var. Həsənov, zahiri müsəlman görsən, düzdür qardaş? Düzdür. Məsələn, sən mövzumu getir oturdun bir çay içdiniz, əqidəsindən tam bildin ki, bunun əqidəsi budur. Yenə də zahirə müsəlman görsən, əqidəsini bildin, sırf bildin ki, bunun əqidəsi budur. Qardaş, söyüşlər yazılır ya, bunlar pozulur. Moderator. Ay qardaş, Gəldikcə vururam da. Ha, Həsənov. Zahirə Ay qardaş, müsəlman müsəlman görürsən. görürəm. Müsəlman görürəm, bəli, müsəlman görürəm. ay qardaş, bunları ay bu qadındır bu tüğyan. Ay xanım, sənin burada nə işin var? Kişilər yazır ki, sən ayıbdır. Amma Ayaz, Mən mən səni müsəlman görmürəm. Səni müsəlman görmürəm. Arkadaş, özün biləsən. Valla mən xətmə deyim. Yox, qardaş, söhbət yayınır. Ayaz, bir dənə imkan ver. Malım qalmayaq. Gül kimi söhbət eləyirdim. Niyə imkan verdiniz Amma sizin? məni Hişam müsəlman görür ki, mənə İmam Zaman gələndə bir həftə Ay yox, baxır. durub söhbət eləyəcəkdim o üsulu ilə. Bir həftə sənə vaxt alacam, ay nasib. Yox, deməli Hişamda nəsə mənim müsəlman görür ki, Ya, sənə bir həftə vaxt alacam ki, səni tikə-tikə doğrayam. Yəni xırda-xırda. Mən tövbə eləyib, ləbbey ki, ya Mehdi, sənin bölündə olsa Gec mətər. olacaq. Amma sən də söz vermisən də, sən də Süfyani tərəfdə olasan. İndi mənə tutsa... Əgər görsəm ki, ucuzluq keçirəm sənin tərəfə. Bəli, ay gördüm ki, yox, qalibim. Əşmişsəm siz tərəfə. Mənə vaxt vermə, elə birbaşa prosto kişi kimi də elə bir daha sox öldür ki, canım qutarsın da çox uzaq. Ya, eləyə bilmərəm. Seyid Vüqarı məsələn əziyyətdən öldürərəm. Xırda-xırda, belə doğruya belə qışqırsın. Mən də xırda-xırda Nəsimin soya kimi soyum. Eşdirsən, Ayaz. Bax, diqqət elə, İmam Əcəlallah Fərizam Şərif gələnə kimi, sən ölənə kimi, sənin tövbə eləməyə haqqın var. Sən tövbə eləməmiş, yəni mən onu da Allah bilər, mən bilməyəcəm onu, sən tövbə elədin yoxsa yox. O zamana kimi mən səni müşrik deyə bilmərəm, ola bilər sən sabah tövbə eləyəsən. Mən Allah'ın şərif qoşuram, qardaş. Qardaş, sabahından getmir. Sən birinə müşrik kafir deyəndə sabahından danışmırsan. Sən mən kafir deyə bilərsən, müşrik deyə bilməsən, qardaş. Mən Allah Subhanahu şərif. Məsələn üçün deyirəm də, yəni onu mən deyə bilmərəm sən. Yox, Tural, orada yanılırsan. Ya təqiyyə eləyirsən, ya da ki, yanılırsan, bilmirsən. Sən birinə təkfir eləyəndə, qardaş, sabahına görə eləmirsən, bu gün nə? Bir dənə gözləyin. Həsənov, usulləri də təkfir elə, sələfiləri də bağla söhbəti. Nə əy, nə büyük. Ay qardaş, mən usulları niyə təkfir eləməliyəm? Ay 100 dənə illət gətirərəm, mən sən 100 dənə. Qardaş, imamlara şərik qoşurlar axı. Nasibidirlər, nətər yəni? Qardaş, Nasibi Ayaz bizim imama şərik qoşmağımızdan danışır kimisə ki. Nasibi. Sənə Elə bir şey deyir, Nasibi, ay cal. Öpürəm, sağ olun, mən çıxdım. Sağ olun, sağ olun. Bu mövsüm elə dirəşib ki, usulları təkfir edir. Qardaş, niyə eləyirəm? Niyə eləyirəm? Eləsəm eləyirəm. Eləmə, təkfir eləmə. Amma bayaq dediyin söz yanlışdı ki, mən eləyərəm, səhər tövbə eləyərsən. Səhərinə aid deyil. İndiyə aid. Bildim də qardaş, mən fakt eləmirəm. Yəni la ilahe illallah. Bildim, eləmirsən eləmə. Mən o demirəməmişəm səni. O sabahla bağlı dediyin söz yanlışdı, ona görə dedim. O indi sizdə yanlış. Həsən abi səni niyə təkfir eləmir? Kafir elə ancaq şeydir. La ilahe illallah'a görə yox, hə? Əliyyən Vəlilullah dediklərinə görə eləmir, hə Həsənov? Əsas o sözdür, hə? Nə söz deyim, Ayaz, sən elə bilsən ki, ancaq Allaha şərik qoşan şey olur. Bax, sən əgər, belə deyim, Allahın Peyğəmbərin vasitəsilə çatdırdığı sevdikləri var, sən ona qarşı çıxırsansa, yenə də Allahın, belə deyim də, sözünə qarşı çıxmış olmursan ki, qardaş. Yox, qardaş, yox. Şirk tam başqadır, amma kafir tam başqa. Gözəl qardaş, əgər mən Allah Subhanahu taalanın sevdiklərini sevmirəmsə, kafir ola bilərəm. Məsələn, sən, indi zarafata qoyaq bir qılağa, Nasibdə söhbəti. Bəli, mən Allah Rəsulü sallallahu aleyhi ve səlləmin əhl-i beytini sevməsəm, ona qarşı olsam kafir oluram, bəli. Çünki Allah Subhanahu taala, Allah Rəsulü öz əhl-i beyti haqqında bizlərə çatdırıb və bizim əqidəyə görə əhl-i beyti sevmək imandandır, vallahi ki.
Təbii ki biz Əhl-i Beyti sevirik qardaş. Bəli, mən deyirəm Əhl-i Beyti sevməyən, onlara buğz edən, onlara nifrət edən kafirdir. Vallahi bu belədir, billahi. Sən öpürəm sən. Yox, öpürəm deyəndə qardaş, bu belədir, bizim əqidəmiz belədir qardaş. Mən nəsə qorxmuram, çəkinmirəm. Mən bugünkü gündə Əhl-i Beyti sevməsəydim, vallahi ki mən açıq-açıq deyirəm ki, mən Əhl-i Beyti sevmirəm. Yəni özünüz bilirsiniz ki, Nasibzə bu mənim üçün sosial şəbəkədir bura. Yəni mənim üçün bura sabah bağlantısı bir şey yox. Mənim həyatım sosial şəbəkədən aslı deyil. Mənim dinim, əqidəm, mən sosial şəbəkədə qurmamışam ki. Bura mənim üçün bir əyləncə mərkəzidir, vallahi ki. Rəbbim də Ayaz, amma ki, Ayaz, çıxıb demək ki, yox, hansı usulünü təkfir elə, lənət oxu, belə deyilən qardaş, o düzgün söhbət deyil. Yox, özüdür. Ay qıcal qardaş, İmam Məhdi söhbəti var da, bax, qeyri-məvsuma bugünkü gündə baş vurmaq sənə görə və sənə əqidəmə görə, qardaş, kafirdir. Əgər bugünkü gündə üsullar qeyri-məvsuma baş vurursa, qeyri-məvsumdan dəli gətirsə, qardaş, sən təkfir eləməlisən. Ay qardaş, mənə hələ heç bir Sən eləməyə bilərsən, gözəl qardaş, sənin əqidən qulaq as, hansısa bir usulü məndən danışanda mənə imamdan fətva gətirmir hansısa bir müctəhiddən. Mənə imamdan dəlil gətirir, hədislə danışır. Başqa məsələlər var fiqdə. Qardaş, nəqsidə, qeyri-məvsuma təqdir. Bu öz aramızda olan söhbətdir. Rəy. Qulaq as, bir dəqiqə. Bax, rəy. Ancaq fiqdədir. Tövhiddə qaiddə heç bir bizim orada ixtilafımız yoxdur. Həsənov, Allah ixtilaf yoxdur. Səmimi ol. Qeyri-məvsuma təqdir eləmək sizin üçün nədir? Yoxdur demədi abi, biz bilirik axı. Allah rızası. Səmimi ol. Ayaz bilmir, dürtüşdürürsən. Yox, Ayaz, əslində sən özün bilsən ki, təqlid nədir? Təqlid hər şeyinlə ona tabi olmaq demək deyil, qardaş. Qardaş, fərqli bir şeydir. Həsənov, səhvim ki, Abbas, sən məncə bula bilmirsiniz. Necə yəni? Ümumiyyətlə, sən elə bilirsən ki, hər şeydə təqlid edəməsən. Bulan canlısında yatan bir insan olub, mən Əli Qəmbərə bildim, yat canlısında. Burada danışılanlar hamısı haqq deyil. Sən bir dənə ged araşdır, elə belə təqlidi gir Google-a, təqlid nədir? Bax gör, mütləq təqlid var, yoxsa müştəhidə mütləq təqlid var, yoxsa yoxdur. Müştəhidə mütləq təqlid yoxdur. Sünnə və cəmiyyət cəmaatına görə, sələf etiqadında olanlara görə, sünnəni tərk edən kafir, düzdür. Bəli. Düzdür. Qardaş, bunlara görə də Əhl-i Beytdən qeyrisinə təqlid edən, Mənsundan qırağa təqlid edən qədər kafir də qədər. Ay Abbas. Yox, onu demirəm. Bax, sən özün deyinə. Müştəhidə mütləq təqlid var, eləyirlərmi? Mütləq təqlid. Heç bir müctəhid demir ki, təqlid vacibdir. Başa düşdün? Yoxdur, yəni burada gördüklərin ayrı bir şeydir, amma reallıq, haqq farklı şeydir. Oruç yoxdur. Təqlidi zəkat yoxdur. Təqlidi olmayanın namazı batildir, qardaş. Gətir etibar. O dediyi gətir, qoy. Əsənov, Rəbbim şahid ki, üsullarda belədir, təqlidsiz ibadət, namaz, oruç, zəkat yoxdur. Ay qardaş, yoxdur elə bir şey. Deyirəm, elə bir şey yoxdur. Həsənov, bunun qalmağı bizə deyil. Sən burada eşitmirsən, o sözləri yoxdur. Əsl belə İslamda dediyin... Qardaş, icazə verərsiniz bir də danışaq, xahiş edirəm. Həsənov, eşidirsən məni? Mən sizin kodlaşdırmanı bilirəm. De ki, and olsun Əhl-i Beytin Allahına ki, onların etiqadında təqlidsiz namaz batildir və sər və ilaxır. Biz bilirik elədir. And olsun Allaha ki, heç bir, bax, usullər... Hansı Allaha? Qardaş, qulaq as da, and olsun Allaha. Ölsün, deyirsən, sən düşüb yuxulusan, saxlayırsan. Danışmışam, başqa şeydə etiqad budur. Şiyələrin canlısından ona görə gəlmək istəyirəm ki, Əhl-i Beyt aşiqlərin çoxsu söyür, biri cırıq, nə bilim nə. Hatta söysəyirlər, nəsə, Şiyə öz əqidəsinin etiqadını bəlli edir də qardaş. Mən getdim, salam aleykum müsəlmanlara. Sənin canlında olan söyüşləri mən heç etmişməm. Qardaş, mən söyəndə məni söyəni söyləm. Mən o kişi... Sənə söydüyümü demirəm, Sən deyirsən canlıda, deyirəm sənin canlında olan söyüşləri heç etmişməm. Mən ümumiyyətcə İmam Əli aşiqlərin çoxsun burada söz söyən gördüm. Salam aleykum. Bax, görürsən, məsələ budur ki, özün deyirsən, platformadır bura, deyib gülmək üçün. Burada da
Yəni o sən düşündüyün yoxdur da. Bax yenə deyirəm, bax inanın gedin Mən de gördüm araşdırın. ki ben de burada dedim da buradakiler dedim. Ben Abbas, Abbas öz Gedin araşdırın. Bax Abbas, hansısa bir öz istəyən müştəhidin qardaşım. özündən heç nə demirəm. Hələ belə deyək də tutalım ki, usullərdə söz sahibi müştəhiddir. Düzdür? Gedin bir dənə araşdırın. Bir dənə müştəhiddən tapsaz ki, müştəhidə mütləq təqlid var. Və ondan sonra gəlin deyin ki, Abbas sən nə bilmirdin sən bu məsələni. Salam olsun. Aleykümselam. Qardaş, bax Fahəddin orada, İbrahim orada. Gedin birindən soruşun ki, məsələn üçün lap olsun. Onların da elmi var. Vahdinin eynirəm. Müstəhidin deyir təqlid eyləm. Vahdinin demir mən nə qayır. Gətirsinlər elə vacibat sözü yoxdur. Vacib mütləq təqlid olmalı. Elə bir şey yoxdur. Abbas'a alacağım dəlilləri atası Həsənova məluma. Ay qardaşlar, icazə verirsiniz bir kəlmə söz deyim. Buyur, buyur. Oo, Buyur, Çez, yenə sən yuxulusan. Sən nə vaxtdan itmirsən, ay məlum. Sən heç bilirsən mən kiməm. Ay niyə bilmirəm ki, sən canlandı gəl bu qədər söhbət eləmişik. Səni sonra Fahəddin gibi dalaşdırım. Niyə tanımıram mən səni? Hayır, tanımırsan. Bir dəqiqə zəhmət olmasa Hə, vallahi tanıyıram. İndi ki özün niyə elə aparırsan ki? Tanıyıram da sən kimsən. Qardaş, bir dəqiqə də deyirəm tanımırsan. Vallahi tanıyıram. Vallahi da Ayaq üstə tanımırıq qaqa. De görüm qadanam, de görək. Qardaş, bu təqlid məsələsi, təqlidin bütün müştəhidlər təqlid birinci kitabın birinci cildində yazır ki, dinin zəruri və qəti məsələlərində təqlid haramdır. Bu bir. Təqlid hansı məsələlərdə təqlid Haramdır deyirsən Çez. Yaxşı. Necə? Sən dünənə kimi ay Allah, haram deyirsən sən. Nəyə haram? Deyir ki, bütün məsələlərdə Ayaz, cümləyə diqqət Ay, edin. Deyir sən ki, bütün bilmirsən ki, məsələlərdə. etiqadda, bütün müctəhidlər deyir ki, etiqadda təqlid yoxdur. Sən bunu bilmirsən. Gəl Bəli. bunu soruşsan. Qardaş, bütün müştəhidlər öz risaləsində yazır ki, dinin qəti və zəruri məsələlərində təqlid yoxdur, usuliyyətində təqlid haramdır. Və təqliddə, yaxşı, təqlid yoxsa namaz yoxdur, oruc, zəkat, ibadət Bir dənə mən onu izahı vereyim. Usuliyyətində yoxdur, əqidədə yoxdur. Bir dənə mən bunu deyim, Fiqhdə var, Səfərov. qardaş deyir, fiqhdə. Səfərov, xahiş edirəm. Bax, sən Buyur, adi buyur, məsələn, buyur. tutalım ki, Buxarini oxuyursan, ha. Ayaz. Buxaridən ki, qidalanırsan, bu sənin təqlidindir. Təqlid qeyri-adi bir söz deyil, qardaşım. Qardaş, Yəni, onsuz da düşündüyün kimi bir katastrof bir şey deyil. Bax, Yox, yox. sən ki, Buxaridən qidalanırsan, bu sənin təqlidindir, bitdi, getdi. qardaş bunlar hamısı istəyir kim olursa, hansı şey olur, Abbas, hə, bildim. qardaş, hansı alimdən fətva alırsansa, sən ona təqlid edirsən də. Burada nə var ki, nə problemdir ki bu? Nə məsələ? Kim hansı əqidələrdə Allah Bir subhanahu dənə gözlə, bir dənə gözlə Həsənov. öz əqidələrində sabit olsunlar. Bir dənə gözlə. Bu Singapur profilli Bətriyə var, İmam qanına susamış. Altdan yazır ki, şiə hər söz deyilir. Dinin yoxdur, mənliyin olsun. Heç kim heç nə yazmır. Qardaş, elə şiələrin biri də Həsən. Hava indi bunun özü də getdi səssizə. Qardaş, Mutlu eləməyin, kişi olun, kişi həyat yaşayın, nə bilək. Qardaşlar, mən getdim müsəlmanlar. Əssalamu aleykum, rahmetullah və bərəkatuh. Öpürəm sizləri. Aleyküm salam və rəhmətullah. Aleyküm salam.